Təsva rayonu Əliyabad kəndində yerləşən heyvan bazarında monitorinq həyata keçirilmişdir. Bazarın giriş hissəsində müvafiq dezabariyələr quraşdırılmamışdır. Heyvan bazarının daxilində müvafiq bölmələr təşkil olunmalıdır, təşkil olunmamışdır. Belə ki, müvafiq yemlərin saxlanılması sahəsi təşkil olunmamışdır. Sağlam heyvanların xəstə heyvanlarla ayırd edilməsi üçün xüsusi izolatorlar təşkil olunmamışdır. Heyvanların boşaldılması və yaxud da maşınlara yerləşdirilməsi üçün müvafiq rampalar təşkil olunmamışdır. Tərəfimizdən həmin nöqsanlarla bağlı sahibkara müvafiq öz göstərişimiz verilmişdir. Qeyd etmək istəyirəm ki, heyvan bazarlarında sağlamlaşdırma işləri görüldükdən sonra onların yenidən fəaliyyətə başlamasına baxılacaqdır.